Deməli, Abdurrahman İbn Amr Əl-Əvzai rahimehullahdan soruşurlar ki, iman nədir? Və ondan soruşurlar ki, iman artırmı? Buyurur ki, bəli, artır, hətta dağlar boyda olur. Və soruşurlar ki, yaxşı, bəs iman azalırmı? Buyurur ki, bəli, azalır, hətta ondan heç nə qalmır. Və İmam Əhməd rahimehullahdan iman barəsindən soruşanda, ondan soruşurlar ki, iman artır, azalır. Buyurur ki, bəli, artır, hətta 7 qat səmaya qədər qalxır, azalır, hətta yerin o aşağı qatına qədər düşə bilir. Ona görə insan çalışmalıdır ki, imanı zəiflədiyi zaman onu qaldırmaqla məşğul olsun. Və həmçinin də İmam Əhməd rahimehullah buyurur ki, iman sözdən, əməldən ibarətdir. İman artır, azalır. Xeyr işləyəndə, xeyr əməllər işləyəndə artır. Əgər xeyr əməllər etməsən, onda iman naqisləşir, iman azalır. Ona görə də insanın fəqih olmasının əlamətlərindəndir ki, başa düşən olmasının əlamətlərindəndir ki, necə Əbu Dərdə rahimehullah buyurur, yəni bir insanın fəqih olmasının əlamətlərindəndir ki, o baxır imanı artıb, yoxsa ki, azalıb. Və həmçinin onun fəqih olmasının əlamətlərindəndir ki, o daima bilir ki, şeytan vəsvəsə verəndir və şeytan insana hər bir tərəfdən gəlir, onu azdırmaq istəyir. Və belə insan bunları düşünəndə, belə insan imanını artıra bilir, imanı naqisliklərdən, aşağı düşməkdən qoruya bilir. Amma insan ömür boyu, ömür keçir, günlər keçir, aylar keçir. Əgər imanına maraqlanmırsa, imanına baxmırsa, Allah qorusun, hətta o insan bəzən imanını tamamilə itirə bilər. Və bir gün artıq ayılacaq ki, imanın artıq onda heç bir əsər əlamət qalmayıb. Ona görə də müsəlmanın ən böyük ehtiyac duyduğu şeylərdən biri də imanı yeniləməkdir. İmanı təzələməkdir. Və bununla yanaşı təzələmək üçün də sən Allahdan kömək diləməlisən. Allahın yardımı olmasa, Allahın köməyi olmasa, Allahın yardımı, dəstəyi olmasa, sən imanını artıra bilməzsən, imanını yeniləyə bilməzsən. Ona görə də insan hər bir məqamda Allaha dönməli. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَى مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللّٰهَ يُزَكِّي مَنْ يَشَاءُ. Əgərdir Allahın lütfü və rəhməti olmasaydı, sizlərdən heç biriniz heç vaxt təmizə çıxmazdınız. Lakin Allah istədiyini təmizə çıxardır. Başqa ayət-i kərimdə Allah Subhanahu wa Ta'ala buyurur ki, وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا. Əgərdir Allahın sizə lütfü və həmçinin mərhəməti olmasaydı, çox azınız istisna olmaqla yerdə qalanlar hamısı şeytana uyardılar. Deməli, bunlar hamısı imana müvəffəq olmaqdır, iman əhli olmaqdır, imanın artmasıdır. Bunlar hamısı Allah tərəfindən insana verilən bir lütfdür, bir hədiyyədir. Allahın insana olan bir rəhmətidir.